ailələrini Allah xoşbəxt eləsin. Sırada təqdimat edəcəyim xanım müğənnini artıq mən şərh eləmişəm. O sənətkardır, o iftixardır, adı da Bahardır. İstədiyimiz sizlərdən bir gürültülü alqışlardır. Alqışlarla Bahar xanım, Lətif qızı gəlir. Daha gürültülü gəlsin. Sayın Mustafa Əziz xanımlar və bəylər, Allah mübarək eləsin bu gözəl günü və bayaqları vurğuladı. Aparıcımız Etran bəy vurğuladı. Bugün Zəfər günüdür. Nə xoş ki bizə, bizim Azərbaycan gəncləri məhz bu gündə ailə qururlar. Arzum budur ki, daim mehriban, möhkəm ailə olasınız. Azərbaycanımız kimi möhkəm olasınız inşallah. Allah bu gözəl gününüzü inşallah ki mübarək eləsin. Bura gələn qonaqların adından deyirəm, xoşbəxtlərin xoşbəxti olasınız. Elə bir gözəl ailə olasınız ki, gələcəkdə ailə quran ailələr sizə baxıb örnək götürə biləcək ailələrdən olasınız. Amin inşallah. Bir bəylə gəldi, mən yox, bəylə gəldi, bir cani gönüldən alqışlayın. Çox xahiş edirəm. Elə istəyirəm, əvvəldən qoyulsun da, toy necə başlayarsa sona qədər də elə gözəl keçər. Bəyimiz gəlib Gəncəyə gəlirəmsə, Oruc qardaşım məni bəli, mütləq şəkildə Oruc bəyin vasitəsilə məni dəvət edirlər. Buna görə çox sağ olun. Allah sizin balalarınızı da, nəvələrinizi də xoşbəxt eləsin. Həmişə elə işiniz bizə düşsün. Bizim də işimiz sizə düşsün.